Pomidorlarınızın məhsulu 2 qat artsın deyirsinizsə, bu 5 qızıl qaydanı mütləq bilin. Agroemikaya görə. Birinci qayda, kök sağlamlığıdır. Kök havasız qalanda bitki qidalanmır. Nə qədər gübrə versəz də faydası olmur. Drenaj zəifdirsə, məhsul da zəif olacaq. İkinci qayda, suvarma balansıdır. Çox su məhsul demək deyil. Artıq su çiçək tökülməsinə, boş salxımlara və kök xəstəliklərinə səbəb olur. Su bitkinin inkişaf mərhələsinə görə verilməlidir. Agroemikaya görə üçüncü qayda, kaliumun vaxtında verilməsidir. Çiçəkləmə və meyvə dövründə kalium az olsa pomidor bağlamaz, bağlasa da xırda qalır. Dördüncü qayda, istixanada hava dövranıdır. Yüksək rütubət xəstəlik yaradır, xəstə bitki isə məhsul vermir. Ventilyasiya məhsulun gizli açarıdır. Beşinci və ən vacib qayda, bitkini stresə salmayın. Temperatur, EC və pH-da kəskin dəyişikliklər çiçək tökülməsi ilə nəticələnir. Bu 5 qaydanı düzgün tətbiq edin, pomidorunuz sözün əsl mənasında məhsul verəcək. Agroemika